Yarım stəkan suya da eləyə bilərsən. Stəkanın Bir yarısından stəkanı. qatıq içirəm. Stəkanın Yox, yarısından belə suya 10 damcı elə töküb içirəm. Bax özüm Hə, içirəm. mən də bu siz gündən onu başlamışam 20 içməyə. damcı da eləyə bilərsiniz. Artıra bilərsiniz 20 Yaxşıdır. damcıya Hə, qədər. 15 damcıya qədər. 20 damcıya Mən qədər təzyiqim artırmaq olar. aşağı olur. Dedilər təzyiqi aşağı sarda yeməkdən sonra içmək lazımdır. Ona görə soruşdum. Hə, yeməkdən sonra içəndə əvvəl də içmək olar əslində. Əvvəl də içmək olar. Təzyiqi yüksək adamlar yeməkdən əvvəl içsə yaxşı olar. Amma belə müalicə üçün yeməkdən sonra yaxşıdır. Mən özüm işlədib görürəm də, yəni ona görə deyirəm. Çox sağ olun. Mamama da vermişəm Elə. onun birini. Mənim anamın təzyiqi yüksək olur həmişə. Öz anama da vermişəm onun birini içir. Hə, mən Ondan qanımda vermişəm. aşağıdır deyənə. Ona görə deyirəm ki, qabaqcadan içməyim də. Qanım da düşüb, qanıma da qarşı içirəm. Necə qan azlığımız var. Hə, qan azdığım var, hə. Qan azlığına bax o spirulina yaxşıdır. Çox Spirulina. yaxşı. Hə, Bəli, çox spirulina. gözəldir. Mən ondan vermişəm bir iki Onu adama. 3 ay içmək lazımdır spirulinanı. Onu məncə elə 6 ay. siz 3 ay. Tamam. Mən hələ 3 ay deyirəm. Onu, Yəni 6 aya qədər içmək lazımdır. İçmək lazımdır. Bəli. Ümumiyyətlə yediyimiz qidalardan onsuz da vitamin almırıq ki, yəni onu Almırıq. siz məsələn bir müddət içib, dayandırıb, sonra təzədən bir də içə bilərsiniz. Və belə eləyə bilərsiniz. Hə, Düzdür. elə edirəm. Qidalardan biz heç yeməklərdən onsuz da vitamin ala bilmirik də. Düzdür. Bilirsiniz, network marketinqin mənası odur ki, siz özünüz bunu istifadə eləmişsiniz və özünüzdə bu məhsulların keyfiyyətini görmüşsünüz, yəni inanırsınız da. Əgər tanışlarınıza, ətrafınıza, yəni təkcə siz yox, təklif edirsiniz ki, bax sənin bu xəstəliyin varsa, sənin çarən budur, yəni. Yəni sən bunu gedib aptekdən alacaqsan kimyəvi məhsulu, sənə pis təsir edəcək. Amma sən buradan alırsan, yəni sənə problemin həll olunacaq. Network marketinqin mənası odur. Yəni indi biz onsuz da indi başlayıb yəni recording. Siz Vüsələ xanım başlaya bilərsiniz. Yəni bu seminara istəyirsinizsə. Mən ekran görüntüsü açmaq istəyirəm, Elvin. Bu məndə açılmır. Nə ilə əlaqəlidir? Host edirəm, açın. Mən siz host edirəm indi bu Hə, dəqiqə. host elə məni tez. Host edirəm. Deməli, mən şimdi host elədim. Yəni siz elə bil ki, indi paylaşın ekran görüntüsünü. Kompüterdə sizdə, səhv etmirəmsə. Bir də ki, yox, kompüterdə deyiləm. Telefonla eləyəcəksiniz. Hə, icazə verməlisiniz, ona görə. İcazə verdim. Ekranı görürsünüz. Bəli, görürük. Bəli. Bir də siz axırda bitəndə sonlandırarsınız seminarı. Ola bilsin mən birazdan çıxdım. Seminarı sonlandırarsınız amma ən axırda da yəni. Tamam, yaxşı. Ekranı bax dostlar, ümumiyyətlə yəni orada ekranda qaradır, yəni siz onu nəyə görə görmürük? Siz gələk tam paylaşasınız. Ekranda indi qara bir şey var. Yəni tam görünmür, belə deyək. Necə yəni görsənməlidir axı? Siz istəyirsiniz təzədən ekranı paylaşın, amma bu səfər biraz başqa cür paylaşın. Ekranda görünmür yəni. Qara ekran kimi görünür. Yəni qara görünür. Siz təzədən paylaşın ekranı. Təzədən bir dənə başqa cür orada paylaşmağın yolları var da. Bütün ekranı paylaşın, pəncərəni paylaşmayın. Yox, yenə görünmür nəsə. Bir dənə ekranı orada paylaşanda onun yolları var da, mən kompüterdən sizə kompüter varsa kompüterdən eləyin. Kompüteri bir dənə qızım, get bura tez. Orada paylaşanda nə çıxır ekran paylaşımında? Hansı seçimlər çıxır? Orada ekran paylaş gəlir də. Həmişə necə paylaşırıq bu şəkildə? Heç kim görmür, yoxsa bəlkə bir dənə Elvin görmür? Yox, mən də görmürəm, yox. Heç kim görmür. Buranı görürük. Orada daxil olanda görmürük. Bu ekranınızı görürük, buranı görürük. Neyi onu görüyor? WhatsApp-ı zadı biznesi, onu görürük. Bu chat tipini görürük. Chat tipini görürük. Chat GPT görsənir, ev yox. Buradan da görürəm. Onda siz buradan keçin. Görmüş. Hə, onu da buradan keçin. Hə.
Deməli, dostlar, ümumiyyətlə ünsiyyətin gözəl olması bizə hər zaman lazımdır. Şəxsi münasibətlərdə, işimizdə, iş ortamında. Çünki insanlar bizi, bax nə qədər mükəmməl geyiniriksə geyinək, əlbəttə geyim də önəmlidir, amma nə qədər geyiniriksə, qəşəng geyiniriksə geyinək, bədən dilimiz və ünsiyyətimiz düzgün şəkildə deyilsə, biz qarşı tərəfə işimizi düzgün ötürə bilmərik. Xüsusilə də networkdə, şəbəkə biznesində, yəni bizim bu işimizdə ünsiyyət çox önəmlidir. Bədən dili çox önəmlidir. Network marketing insanlarla münasibət qurmaq sənətidir. Ekranda da görürsünüz yazılıb. Burada, belə deyək də, burada elə bir ki, insanlar bir növü siz burada düşünməyin ki, məhsul satırıq. Tamam, bu məhsulu satırsınız. Məhsulu dəvət edirik, şirkətə insanları dəvət edirik. Amma insanları dəvət eləməmişdən qabaq, insanlar sizi siz olduğunuza görə dinləyirlər. Yəni, sizə baxırlar ki, siz necə birisisiniz və yaxud da sizin nüfuzunuz nədir, sizin qarşı tərəfə ötürdüyünüz münasibət nədir, enerji nədir? Əslində qalanda biz insanlara məhsul satmırıq. Əslində qalanda biz insanlara inam satırıq. Yəni, insanlar bizə inanıb, bizə güvənib, bizim sözlərimizə, qarşı tərəfə ötürdüyümüz enerjiyə inanıb gəlirlər bu işə. Məsələn, siz qarşı tərəflə söhbət etdiyiniz zaman, əgər göz təmasın zamanı sürəkli gözünüzü qaçırırsınızsa, məsələn, əslində qalanda bu məndə də var. Amma bilirəm ki, bu düzgün bir şey deyil. Çünki qarşı tərəf elə düşünür ki, sən yalan danışırsan. Amma əslində, bəlkə də siz yalan danışmırsınız. Sadəcə olaraq siz ola bilər ki, həyəcanlana bilərsiniz qarşı tərəflə söhbət edəndə. Və məsələn, mənim özümdə şəxsən belə bir şey var ki, psixoloji olaraq dəfələrlə insanlar mənə inanmadıqlarına görə, əslində mən düz danışıram, amma qarşı tərəfdəki insan mənə inanmadığına görə mən fikirləşirəm ki, o yəqin ki, mənə yenə inanmayacaq. O yenə mənə inanmayacaq. Çünki bundan qabaq mənim psixoloji olaraq bununla bağlı dənəyimlərim olub, təcrübələrim olub və o təcrübədən yola çıxaraq mən düşünürəm ki, o mənə yenə inanmayacaq. Mənim onu aldatdığımı düşünəcək və istər-istəməz mən danışdığım zaman o mənim tədirginliyimi qarşı tərəf hiss edə bilər və o məni yanlış anlaya bilər. Amma əslində mən düz deyirəm, mənim tədirginliyim başqa şeyə görədir. Həmən insan məni yanlış anlaya bilər. Ona görə də bu nöqtədə siz ünsiyyətə girdiyiniz zaman burada diqqətli olmalısınız. Nə olursa olsun, yəni qarşı tərəflə səmimi şəkildə onun gözünə baxaraq və bu aşırıya qaçmamalıdır. Aşırı şəkildə bunu eləmək olmaz. Elə eləməlisiniz ki, həmən insan, yəni yenə deyirəm, hökdürmək lazım deyil də həmən insanı ünsiyyət qurduğunuz zaman, münasibət qurduğunuz zaman. İnsanlar ilk 7 saniyədə sizə inanıb inanmayacaqlarına qərar verir. Bədən dili bu anda əsas rol oynayır. Sizin bədən diliniz, yəni bədən dili, bəs biz nəyə görə hər zaman deyirik ki, bizim hər bir insanda görünməyən antenalar var. Biz qarşı tərəfə əslində, biz istər geyimimizlə, istər ünsiyyətimizlə, sözlərimizlə, geyim tərzimizlə, bədən duruşumuzla, yəni qamətimizlə belə qarşı tərəfə mesaj göndərik. Qarşı tərəf bizim haqqımızda, hətta üz cizgiləri belə insan haqqında əslində bilmirəm, bunu bilirdinizmi, yoxsa yox. Üz cizgiləri belə insan özünün xarakteri haqqında, yəni biruzə verir. Yəni həmən insana baxanda təxmini bilmək olur ki, bu insan necə birisidir. Ona görə də hər insan ümumiyyətlə öz üzərində işləməlidir. İşləməlidir, istər şəxsi gigiyenası olsun, baxımı olsun, hər cəhətdən, yəni siz mütləq şəkildə qarşı tərəfin, çünki biz hər zaman nə deyirik? Bizi insanlar geyimimizə görə qarşılayırlar, amma danışığımıza görə, nitqimizə görə, qabiliyyətimizə görə yola salırlar. Ola bilər ki, siz aşırı şəkildə çox gözəl geyinə bilərsiniz, amma sizlə ünsiyyətdə qurduğu, bu belə bir halda olur. Sizlə ünsiyyətə girdikdən sonra həmən insan düşünə bilər ki, yəni də bəzi insanlar var ki, buna çox aşırı dərəcədə diqqət yetirirlər. Bəzi insanlar da var ki, onlar üçün heç önəmli də deyil. Amma bəzən, məsələn, mən
tanıdığım bəzi biriləri var ki, həmən insana baxanda, məsələn, mənim üçün geyim, insanın xarici görünüşü çox önəmlidir. Şəxsən mənim üçün insanın xarici görünüşünə çox önəm verirəm. Ona görə də mən hər zaman gözəl geyinməyi xoşlayıram, baxımlı olmağı sevirəm. Yəni özümə, öz xarici görünüşümə yatırım etməyi sevən bir insanam. Qarşı tərəfdə də bunu bəyənirəm. Yəni qarşı tərəfin gözəl görünüşündən zövq alıram. Amma bəzən olur ki, bəzi insanlar var ki, onların ünsiyyət qabiliyyətləri, danışıq tərzləri, dilləri o qədər şirindir ki, o qədər gözəl ünsiyyət qabiliyyətləri, bacarıqları var ki, həmən insan xarici görünüşcə qətiyyən cəlb edici deyil, çox səliqəsiz geyinir, amma ola bilər ki, o səliqəsiz geyinsə belə təmiz bir insandır, amma sadəcə olaraq biraz yəni dəbli geyinən birisi deyil, aşırı dərəcədə yəni necə deyim, tərzi çox aşağı səviyyəlidir tutaq ki, amma o insanın o qədər gözəl ünsiyyəti, münasibəti, gözəl aurası, enerjisi var ki, həmən insan istər-istəməz insanı çəkir və insan daima onun yanında olmaq istəyir, onunla ünsiyyətdə olmaq istəyir, onunla söhbət eləmək istəyir, onunla elə istəyir ki, hətta o onun yanına gəlməyəndə belə gözü onu axtarır ki, filan kəs yoxdur, filan kəs yoxdur. Çünki həmən insandan o gözəl müsbət enerji alır. Həmən insan ona qarşı gözəl sözlər deyir, onun qulağına hitap edəcək, onun xoşuna gələcək sözlər deyirdi, yəni ona xoş gəlir bu sözlər. Yəni istəyir ki, daima həmən insanın yanında olsun, həmən insandan o xoş sözləri eşitsin. Düzgün ünsiyyətin qızıl qaydaları. Aktiv dinləmə, qarşı tərəfin sözünü, aktiv dinləmə. Burada variantlar verir. Düzgün ünsiyyətin qızıl qaydaları. Aktiv dinləmə, qarşı tərəfin sözünü kəsmə, başınla təsdiq et, anlayıram kimi sözlərdən istifadə et, cavab verməzdən əvvəl düşün. Qarşı tərəfin sözünü o danışdığı zaman siz ancaq özünüz danışırsınızsa, mən başa düşürəm, bəzən məndə də olur belə hallar. Ümumiyyətlə, biz heç birimiz mükəmməl deyilik. Mən belə öz üzərimdə işləyirəm. Yəni, mən bugün bu seminarı verirəmsə, bu o demək deyil ki, mən mükəmmələm. Xeyr, mən belə öz üzərimdə işləyirəm. Və özümdə olan yanlışları zaman ola bilər hansısa bir kəlməni yanlış istifadə edə bilirəm. Gələn dəfə mən başa düşürəm ki, gələn dəfə bu sözü işlətməməliyəm, istifadə etməməliyəm. Öz üzərimdə, yəni özümdə o yanlışları görürəm. Və qarşı tərəflə siz söhbət etdiyiniz zaman onu dinləmədiyinizdə həmən insan özünü önəmsiz hiss edir, onun fikirlərinin önəmsiz və dəyərsiz olduğunu hiss edir və ümumiyyətlə dinlənmədiyini görəndə bu ona xoş gəlmir. Gələn dəfə o sizi ümumiyyətlə sizlə ünsiyyətdə belə girmək istəməyə bilər, sizdən ünsiyyətdən belə qaça bilər. Ona görə çalışın ki, empatiya hissi, empatiya deyilən bir şey var, yəni ki, siz olsaydınız, sizi dinləməsələr, siz qarşı tərəfindən söhbət etmək istəyərdinizmi? Yox, istəməzdiniz. Ona görə də çalışın ki, qarşı tərəfindən ünsiyyətdə olduğunuz zaman həmən insanı dinləyin. Hətta başınızla təsdiqləyin. Burada deyir, başınızla təsdiqləyin. Anlayıram kimi sözlərdən istifadə edin. Bəli, səni başa düşürəm, anlayıram. Sən düz deyirsən. Və cavab verməzdən əvvəl düşünün. Həmən insanın danışdığınız zaman onunla məntiqli olaraq danışmaq lazımdır. Yəni ki, həmən insan hiss eləsə ki, siz sadəcə söz xətrinə danışırsınız, həmən insanı yola verirsiniz və bu da sizə qarşı yenə güvənsizlik yarada bilər. Əlbəttə ki, həmən insan ümumiyyətlə sizin nəinki sizinlə ünsiyyətdən qaçmaq, sizi ciddiyə almaz, sizdən uzaq qaçmağa çalışar. Açıq suallar ver. Sən bu sahədə işləmək istərdinmi yerinə? Sən bu sahədə işləmək istərdinmi yerinə? Səncə bu sistem sənə nə verə bilər? Sualını verə bilərsiniz. Səncə nə düşünürsən? Səncə bu sistem sənə nə verə bilər? Bu daha məntiqli və məntiqli düşündürücü bir sualdır. Amma məsələn, sən bu sahədə işləmək istərdinmi deyəndə, məsələn, o sizə konkret olaraq yox cavabı verə bilər və onunla da bu mövzu bağlana bilər. Amma sizin verdiyiniz ikinci sualda siz o sözün, yəni ucunu açıq buraxırsınız. Elə bir cümlə qurursunuz ki, burada elə bir sual verirsiniz ki, o sizə konkret cavab verə bilməyəcək.
Konkret cavab verə bilməyəcək. Bu sual onu düşündürəcək. Səncə bu sistem sənə nə verə bilər? Sən öz gələcəyini necə təsəvvür edirsən? Sən düşünürsən ki, gələcəkdə səni nə gözləyir? Sən öz gələcəyini necə təsəvvür edirsən? Bu suallar düşündürücü suallardır və həmən insanın da sizə qarşı marağı yaranacaq ki, yəni biri var siz sadə bir, basit bir sualla ona yaxınlaşasınız. Bir də var ki, onu düşündürəcək, həqiqətən də düşündürəcək suallardır. Güvən yaradan dil. Güvən yaradan dil. Əgər istəyirsənsə, sənə yardım edə bilərəm. Əgər istəyirsənsə, sənə yardım edə bilərəm. Yəni, sən istəyirsənsə, mən sənə kömək eləyə bilərəm. Əvvəl mən də tərəddüd edirdim, amma qərar verdiyim gün həyatım dəyişdi. Bəli, sən ondan elə bil ki, özündə olan bir şeyi ona ötürməyə çalışırsan. Yəni, mən səni başa düşürəm, əvvəl məndə də belə idi, anlayıram səni. Amma qərar verdiyim gün həyatım dəyişdi. Nə yaxşı ki, mən bu işə qərar verdim, nə yaxşı ki, mən bu işi seçdim, mən də sənin kimi düşünürdüm. Yəni, bu cür danışıq tərzi həmən insanda sizə qarşı güvən yarada bilər. Siz onun güvənini qazana bilərsiniz belə danışaraq. Bədən dili. Bədən dili, bəli, doğrudan da bədən dili sözlərdən daha güclüdür. Sizin duruşunuz, qamətiniz, göz ifadəniz, gözləriniz, yerişiniz belə, bayaq nə dedim, görünməyən antenalar. İnsanın görünməyən, əslində bu sözü mən bir psixoloqdan eşitmişdim və çox xoşuma gəlmişdi. Doğrudan da belədir, hər bir insanda görünməyən antenalar var. Onlar sizin haqqınızda məlumat verir, onlar sizin haqqınızda mesaj ötürür. İnsanla, bax, bayaq dediyim söz, insanla danışarkən göz təması qurmaq inam yaradır. Yəni, sən həmən insanla göz təması qurursansa, həmən insan sənə artıq bu deməkdir ki, sən düz danışırsan, onun, yəni, belə deyək də, çünki bəzən insanlar yalan danışdıqları zaman aşırı dərəcədə gözlərini qaçırda bilirlər. Amma bu hər zaman önəmli, hər zaman belə deyil. İstisna hallar da var. Bayaq da mən sizə bunu qeyd etdim. İstisna hallar da olur. Amma əksərən, adətən belə deyirlər ki, göz təması önəmlidir. Yəni, insanlarla ünsiyyətdə olduğun zaman üz-üzə danışmaq lazımdır. Həddindən artıq yox, təbii şəkildə. Bax, görürsünüz, bayaq da mən bunu qeyd etdim. Həddindən artıq yox. Təbii şəkildə ondan ara bir gözünüzü qaçırda bilərsiniz. Amma o təbii şəkildə olmalıdır. Yəni, həmən insan sizin haqqınızda, yenə deyirəm, yanlış düşünməməlidir. Bədən duruşu. Açıq duruş, qollar qapalı yox, sərbəst. Bilirsiniz də, bu qollar qapalı nədir? Ümumiyyətlə, qollar, əllərin, yəni əllərdən istifadə, qollardan istifadə sizin haqqınızda çox şey danışır. Bu barədə də mən görüntüdə də göstərəcəm sizi. Məsələn, bəzi insanlar var ki, onlar tutaq ki, seminar verir. Seminar verdiyi zaman auditoriya qarşısında danışır. O əllərinin iç hissəsini aşağı doğru tutur və danışdığı zaman əl hərəkətlərindən istifadə edir. Əlinin içərisi yerə baxır. Əgər əlinin içərisi yerə baxırsa, həmən insan öz avtoritetliyini, öz orada, yəni o demək, həmən insan demək istəyir ki, mən buraların yiyəsiyəm, mən burada avtoritetəm, mən burada, yəni, burada mənim sözüm keçir, burada mənəm, yəni Bağdadda kör xəlifə də, belə deyək. O şəkildə əl aşağı tutaraq danışmaq, o ifadəni ötürür qarşı tərəfə, yəni qarşı tərəf o enerjini, o mənfi enerjini ala bilir. Amma hansı insan ki, əlinin içərisi çölə baxır, danışdığı zaman əlinin içəri hissəsi çölə baxırsa, həmən insan o deməkdir ki, mən əli açığam və sizə də açığam. Sizlər üçün açığam. Yəni, siz mənə sarı gələ bilərsiniz, məndən öyrənə bilərsiniz, mən sizə verməyə açığam mənasını verir, məsələn. Adicə bu əllərin özü belə. Məsələn, əli qoyuna qoyub oturmaq qapalılıq deməkdir. Yəni, mən sizə qapalıyam. Və bu özü mənfi enerji yaradır. Yəni, bu müsbət bir enerji ötürmür ətrafa. Qollar sərbəst olmalıdır, qollar rahat olmalıdır, yanınızda rahat durmalıdır. Yəni, siz qoynunuza qolub danışmaq yaxşı bir şey deyil. Əslində, bu yanlışları vaxtilə mən də eləmişəm. Və bu mənim, ümumiyyətlə,
ünsiyyət belə deyək də, cəmiyyət arasında, insanlar arasında yəqin ki, mən evdə daha çox olmuşdum, adam içərisində olmadığıma görə və yəni bunun əslində mənə minus gətirdiyini başa düşmədiyim üçün, bunun yaxşı bir şey olmadığını anlamadığım üçün və hətta insan topluluğu içərisində, kütlənin içərisində özümü itirdiyimə görə əlimi qolumu qoymağa yer tapa bilməyəcək dərəcədə, yəni mən özümü itirirdim və bilmirdim neyniyim, əllərimi birləşdirirdim bir-birinə, qoynuma qoyurdum da, yəni. Və o da yaxşı bir şey deyil, yəni əllər sərbəst olmalıdır və ona görə deyirik ki, görünməyən antinalar kənardan bu yaxşı görsənmir və yaxşı enerji ötürmür. Dik durmaq, güvən və liderlik mesajı verir. Dik durmalısınız. Bu sizin qarşı tərəfə ötürdüyünüz güvəndir. Qarşı tərəfə ötürdüyünüz, yəni mən bir liderəm. Ümumiyyətlə ünsiyyət qurduğunuz zaman bilgili və donanımlı olmayan bir insan, tutaq ki, qarşı tərəf sizə sual verir. Bəs biz nəyə görə deyirik ki, öyrənin, qruplardan öyrənin, məlumat toplayın. Tutaq ki, mən şəxsən özüm qrupuma, yəni demək olar ki, bütün bilgiləri verirəm. Nə bilirəmsə öyrədirəm. Ən azından mənim sorumluluğumda olduğum müdirlərim və yaxud da hara səs atıramsa, tutaq ki, əgər ən az mənim qədər bilirsinizsə, mənim qədər bilməyin, məndən çox bilin, məndən yaxşı bilin. Mən sözümü ifadə eləməyə, fikrimi sizə çatdırmağa çalışıram ki, yəni ən azından mənim qədər bilməlisiniz. Mənim qədər bilirsinizsə, sizin uğur qazanmamaq kimi bir, necə deyərlər, yəni mümkün deyil ki, qazanmayasınız. Mütləq şəkildə sizin uğurunuz olacaq. Ona görə də, əgər mən tutaq ki, məlumat verirəmsə, mən olmayım, Liboy sizin müdürünüz olsun, məni qoyduq bir kənara. Sözün gəlişi mən dedim. Müdürləriniz olsun. Hər bir komandanın öz rəhbəri var, öz müdürü var. Yəni, tabiçiliyində olan müdür var da, rəhbərliyi var. O müdür qrupa nəsə satırsa, siz onu dinləyirsinizsə və onu dəftərinizdə də qeyd edirsinizsə ki, yadınızda ümumiyyətlə qeyd olunan şey, bu arada onu da qeyd edim, qeyd olunan şey heç vaxt yadınızdan çıxa bilməz. Qeyd elədiyiniz şeyi təzədən dəftəri açıb vərəqləyib bir də baxdığınız zaman, o sizin yadınıza bir düşəcək və bir neçə dəfə siz bunu etdikdən sonra nə olacaq? Bir baxacaqsınız ki, dostlar, artıq dəftərə baxmağa ehtiyac yoxdur. O sizin beyninizə qazanıbdır. Artıq siz onu bilirsiniz. Ona görə də sizin müdürləriniz sizə dərs keçdiyi zaman, eğitim verdiyi zaman deməyin ki, mən bunu bilirəm. Xeyr, o sizə elə gəlir ki, siz bilirsiniz. Siz hər dəfə seminarlara girdiyiniz zaman, hər dəfə müdürün səsini təkrar dinlə. Ola bilər, müdür hansısa bir mövzuda təkrar çıxışlar eləyə bilər. Hər dəfə o təkrarın içindən belə siz nəsə öyrənə bilərsiniz. Və sizin bilginiz və donanımınız yaxşı olduğu halda, ən azından mütləq şəkildə siz müdürün gəldiyi səviyyəyə belə gəlib bir müddətdən sonra qalxa bilərsiniz, çıxa bilərsiniz. Mütləq şəkildə öyrənməniz lazımdır ki, qarşı tərəf düşünməsin ki, bu özü nədir ki, mənə nə öyrətsin, bu nə bilir ki, mənə nə öyrətsin, tutaq ki. Adicə, sosial şəbəkələrin özündə belə siz səhifələrinizə paylaşım edirsiniz və o paylaşımlardan sizə görüb yazan insanlara siz tutaq ki, səs atırsınızsa, əgər o səsdə sizin səsiniz titriyirsə, siz ona qarşı tərəfə güvən verə bilmirsinizsə, öz güvənli şəkildə o səsi atıb onunla danışmırsınızsa və yaxud da telefon zəngi ilə danışırsınız, tutaq ki, səs atdı, salam filankəs xanım, müsaitsinizsə iş haqqında məlumat istəmisiniz, müsaitsiniz, əgər vaxtınız varsa, uyğunsunuzsa yığın danışaq ya da vaxtınız varsa yığın danışaq, tutaq ki. Və o həmən insandan əlaqəyə girirsiniz, telefon vasitəsilə, sosial şəbəkədən gəlib, tutaq ki. Onun verdiyi bütün sualların cavabı sizdə olmalıdır. Siz qrupdan olan məlumatları öyrənib söz bazanızı, bilgi bazanızı o qədər genişləndirməlisiniz ki, o hardan sual versə, siz ona cavab verə biləsiniz. Və bu inanın ki, çətin deyil, dostlar. Əgər inkişaf eləmək istəyirsinizsə, qabağa getmək istəyirsinizsə, bilgili donanımlı olmalısınız, səsiniz titrəməməlidir. Qarşı tərəfə güclü bir lider enerjisi ötürməlisiniz ki, həmən insan sizi güclü bir lider kimi görsün və
həmən insan sizdən enerji alsın və bu işi tutaq ki, düşünsün ki, bəli, doğrudan da güvən verməlisiniz qarşı tərəfə. Doğrudan da mən bu işi görməliyəm, mən bu işi görə bilərəm. Mən sənə dəstək olacağım, tutaq ki, deyirsiniz. Mən sənin yanındayam, mən özüm bu işi falan vaxtdan bəri düz görürəm. Mən bu işi çox gözəl bilirəm. Yəni səmimi şəkildə, əlbəttə ki, yalansız. Ondan sonra mimika və jestlər. Gülümsəmək, insanlar pozitiv enerji hiss edir. Gülümsədiyiniz zaman, əgər siz qarşı tərəfə qaşqabaqlı durmusunuzsa, qaşqabaqlı şəkildə həmən insanı dinləyirsinizsə, həmən insan sizi bir yerə qədər dinləyəcək və bir yerdən sonra dinləmək belə istəməyəcək. Çünki siz qaşqabaqlı durmusunuz onun qarşısında, hətta sizə sual verə bilər. Yaxşısınız filan kəs xanım, özünüzü pis eləmirsiniz ki, sizə baş ağrısı olmadım ki. Hətta bunu deyə bilər sizə. Amma siz gülümsəyərək onu dinlədiyinizdə, ümumiyyətlə gülümsəmək hər zaman ən çətin küslülükləri belə. Bəzən görürsünüz ki, küslü insanlar belə o barışmaq istəyəndə bir-birlərinin üzünə baxıb gülümsədiklərində o küskünlük yox olub gedə bilir. Yəni gülümsəmək bir sehirli dəyənək kimidir. Gülümsəmək bizim işimizdə çox önəmlidir və deməli, əllərdən istifadə dediklərini təsdiqləyən sadə jestlər. Əl hərəkətlərini, yəni əllərinlə göstərirsən, danışdığın zaman belədir, odur, budur, əl hərəkətləri ilə sadə jestlər, yəni aşırı dərəcədə aşırıya qaçmayaraqdan, aşırı əllərinizi belə çox oynatmadan buna ehtiyac yoxdur. Bu çox süni görsənə bilər, qarşı tərəfə də xoş olmayan, yəni sizə qarşı neqativ bir şeylər yarada bilər. Təbii şəkildə, təbii, yüngül əl hərəkətləri ilə öz fikirlərinizi, ifadələrinizi qarşı tərəfə ötürə bilərsiniz. Hətta şirkətin belə bundan xoşu gəlir. Yəni bu sizin əl hərəkətləri ilə danışmağınız sizin sərbəst olduğunuzu, sizin qarşı tərəfə yəni rahat olduğunuzu, sərbəst şəkildə, necə deyim, rahatsız da, yəni sərbəstsiz, rahatsız və bu işi bilirsiniz enerjisi ötürür əl hərəkətlərindən istifadə etdiyiniz zaman. Mən bu işi bilirəm və rahat şəkildə sənə öz enerjimi ötürürəm deməkdir. Əl hərəkətləri, jestlərdən istifadə edirsinizsə. Onlayn və canlı görüşlərdə davranış. Zoom üzərində kamera qarşısında oturuş və baxış istiqaməti. Bəli, Zoom üzərində əgər tutaq ki, seminar verirsiniz qarşı tərəfə, siz bir lidersiniz, seminara çıxmısınız, danışırsınız. Ümumiyyətlə, birincisi, insanlar sizi dinləməyə gəlirsə, qətiyyən sport geyimdə çıxmaq olmaz. Qəti surətdə olmaz. Ümumiyyətlə, iş görüşməsinə gedirsinizsə, sport geyimdə getmək düzgün deyil. Baxır, hara gedirsiniz, baxır, necə gedirsiniz. Elə geyinməlisiniz ki, həm rahat olmalısınız, həm də aşırı sporta qaçmaq olmaz. Ola bilər, rahat ayaqqabı geyinə bilərsiniz. Bu ola bilər. Çünki sahələrə gedirsiniz, ev toplantılarına gedirsinizsə, bunu eləyə bilərsiniz. Zoom üzərində də, əgər siz Zoomdan təqdimat edirsinizsə, insanlar sizi dinləməyə gəlirlər. Səliqəli görsənməlisiniz, gözəl görsənməlisiniz, qəşəng paltarlarınızı geyinib çıxıb orada insanlarla çünki insanlar sizə baxırlar, siz bir lidersiniz, lider olaraq çıxış edirsinizsə, tutaq ki, sizə baxıb özənirlər, sizdən enerji alırlar və ümumiyyətlə gözəl görsənən, qəşəng geyinən, səliqəli geyinən, üzərində sırğası, bujuteriyası, yəni taxıları olan, sep taxıb, tutaq ki, üzük taxıb, saat taxıb, belə şeylərin özünün hər birinin enerjisi. İnanın ki, bunlar hamısı bir enerjidir. Hər birinin enerjisi var və qarşı tərəf buna görə sizdən enerji alır. Ona görə deyirlər ki, gözəl görsənən insanlar pulu da özlərinə çəkirlər. Kim ki, qəşəng geyinir, adətən buna belə deyirlər, seksual enerjisi yüksək olan insanlar. Oradakı o söz yanlış anlaşıla bilər, amma mənası odur ki, həmən insan gözəl geyinir, səliqəli geyinirsə, deməli, həmən insan
həmən insanın enerjisi yüksəkdir. Enerjisi yüksəkdir və enerjisi yüksək olduğuna görə də insanları özünə cəlb edir. Hətta pul belə həmən insana gəlir. Yəni qəşəng geyinən insanlar, səliqəli geyinən insanlar, bunlar seksual enerjisi yüksək olan insanlardır və bunlar dediyim kimi hər kəsi özlərinə cəlb edirlər, pulu da özlərinə cəlb edirlər yaxşı mənada. Səs tonu sakit, amma inamlı olmalıdır. ChatGPT deyir ki, səs tonu sakit və inamlı olmalıdır. Mən şəxsən mənim öz şəxsi fikrimdir ki, bir liderin səs tonu çox da sakit olmamalıdır. Ümumiyyətlə şəbəkə biznesində enerjik olmağı mən daha üstün tuturam. Amma inam çox önəmlidir, inamlı olmalıdır. Bəli, qarşı tərəf sizin səsiniz titrəməməlidir. Qarşı tərəfə siz inam ötürməlisiniz. Əslinə qalanda, bəli, səs tonu sakit və inamlı. Burada əslində ChatGPT mən qarışdırdım, düz deyir. Çünki biri var ki, sən auditoriya qarşısında danışırsan, seminar verirsən, auditoriya qarşısında danışırsan, o zaman mən enerjili danışmağın, daha belə yüksək səslə danışmağın tərəfdarıyam şəxsən və inamlı danışmağın. Amma birə-bir iki insanla danışırsansa, orada qışqırmaq lazım deyil. Sakit və inamlı bir səs tonu ilə siz danışmalısınız. Canlı görüşlərdə əl sıxma, təqdimat və ilk təəssürat yaratmaq. Bayaq da mən bilmirəm, bayaq qeyd elədim yoxsa yox, əl sıxmaq məsələsindən danışmaq istəyirəm. Ümumiyyətlə, əl sıxmağın müxtəlif formaları var. Yəni, mənaları var daha doğrusu. Məsələn, görürsünüz ki, bir bəylə bir xanım əl görüşürlərsə, əl görüşdükləri zaman barmaqlarının ucu ilə bir-birlərinə təmasda olurlar. Yəni, bu da o xanımın xanım olduğuna, bəyin də bəy olduğuna görə xanımla bəyin əl görüşməsi zamanı çox belə əllərini belə iç-içə keçirtmədən, əllərinin ucundan yapışaraq, bunu mən canlı da göstərmək istəyirəm sizə, göstərəcəm. Yapışaraq bu şəkildə, yəni əllərini eləyirlər, görüşürlər. Amma iş görüşməsinə getmişsinizsə, əllərin o iç-içə keçiri, əllər o hissə tamam belə keçməlidir. Adətən bəylər bu şəkildə görüşürlər. Məsələn, iki bəy əgər iş görüşməsidirsə, orada möhkəm şappıldadıb belə filan kəs salam, necəsən? Belə eləməyə ehtiyac yoxdur. İş görüşməsində nə çox bərk, nə də çox yumşaq qadınla kişinin əl görüşməsi kimi yox. Elə kişi ilə kişinin əl görüşməsi kimi iş görüşməsi bu şəkildə olmalıdır. Yəni, əllər iç-içə keçir, amma çox belə bərk formasında yox. Nə çox bərk, nə də çox yumşaq formada olmalıdır. Yəni, əl sıxışması bu şəkildə olmalıdır. Bəli, təqdimat və ilk təəssürat yaratmaq. Təqdimat etdiyiniz zaman da yenə siz bilgili və donanımlı olmalısınız ki, təqdimatınız gözəl keçsin. Təqdimat və ilk təəssürat yaratmaq. Təqdimat haqqında da geniş danışacağım, amma ilk təəssüratı danışmaq istəyirəm. Əvvəlcə ilk təəssüratı danışmaq istəyirəm. Deməli, bəli, insanlarda bayaq biz bu barədə danışdıq. İnsanlarda ilk təəssürat yaratmaq üçün biz nəyə görə deyirik ki, geyimi ilə qarşılayacaqlar səni, ağlınla yola salacaqlar. Çox gözəl görsənə bilərsən, səliqəli geyinə bilərsən, amma səninlə qarşı tərəflə ünsiyyət qurduğun zaman, həmən insana işini təqdim etdiyiniz zaman, tutaq ki, görüşmüsünüz həmən insanla, salam, necəsiz, nə var, nə yox, işləriniz necə gedir? Və orada çox rəsmi şəkildə, ümumiyyətlə bizim işimiz belə bir iş ortamıdır ki, əslinə qalanda təkcə bizim işimizə də aid deyil bu. Bəzən biz televiziyaya çıxmamışıq ki, orada diktor kimi danışaq. Sərbəst olmalısınız, rahat olmalısınız. Neyinirsiniz, necəsiz, nə var, nə yox, işləriniz necə gedir? Bax, belə söhbət eləyib, ortamı yumşaldıb, öncə bax, belə şeylərdən söhbət edin. Necə gəldiniz, çıxdınız? Yaxşı mı tapdınız buraları? Rahat mı tapdınız? Tutaq ki, atırıram, uydururam. Belə, yəni aşırıya qaçmadan
süni olmadan təbii şəkildə rahat olmalısınız. Bədən diliniz rahat olmalıdır, sərbəst olmalısınız və bunu da siz hətta güzgünün qarşısında belə əgər həyəcanlanırsınızsa və bir də onu qeyd edeyim. Əslində qalanda bu cür iş görüşmələrinə tutaq ki, getmisiniz, kimsə dəvət eləmisiniz, iş haqqında məlumat vermək istəyirsiniz, iş haqqında danışacaqsınız, tutaq ki, qarşı tərəflə. Əvvəla onu deyim ki, təcrübə əslində sizin dəvət etdiyiniz zaman insanları bu işə dəvət elədiyiniz zaman birinci dəfə siz yəni hər şey mükəmməl olacaq deyə bir şey yoxdur. Siz hətta bu yanlışları 2 dəfə, 3 dəfə təkrarlaya bilərsiniz. Ola bilər həmən insanla hətta dalaşa belə bilərsiniz. Hər şey ola bilər. Hər şey ola bilər. Amma siz çalışmalısınız ki, bu barədə öz üzərinizdə işləyəsiniz. Hətta güzgünün qarşısında yüksək səslə evdə tək olduğunuz zaman yüksək səslə onunla qarşı tərəflə necə danışacağınızı siz yəni müəyyənləşdirə bilərsiniz ki, mən bu şəkildə danışacağam, belə danışacağam. Ümumiyyətlə söz bazanız geniş olmalıdır. Şirkət haqqında məlumat verəcəksinizsə qarşı tərəfə, həmən insana şirkət haqqında məlumatınız geniş olmalıdır. Bilmədiyiniz mövzuda da mən bu mövzunu bilmirəm, sponsorumdan soruşub sizə dönüş eləyə bilərəm də deyə bilərsiniz bəd ayaqda. Amma çalışmalısınız, eləməlisiniz ki, yəni o bilmirəm sözü sizdə olmamalıdır. Olmamalıdır. Amma oldusa deyək ki, tutaq ki, oldu, bu dünyanın axırı olduq demək deyil. Yəni ola bilər, insanlıq halıdır, heç kim mükəmməl deyil. Amma bunu özünüzdə düşünməlisiniz ki, mən də hələ bu işdə tutaq ki, təzəsinizsə təzəsiz, yox, təzə deyilsinizsə, onda özünüzə sual verməlisiniz ki, mən tutaq ki, 1 ildir bu şirkətdə çalışıram, nəyə görə bu bilgim yoxdur, nəyə görə mən bunu bilmirəm? Bu verilən suala mənim cavabım yoxdur, tutaq ki. Mən niyə bu sualın cavabını bilmirəm və onu özünüzdə, yəni, necə deyirlər, təkmilləşdirməlisiniz. Təqdimat zamanı da yenə təqdimat etdiyiniz zaman ümumi olaraq şirkət haqqında danışa bilərsiniz ki, bu şirkət tutaq ki, Dənizli şəhərində qurulubdur. Bəkir bəy adlı bir şəxs qurub bu şirkəti. Bəkir bəy haqqında mən əslində çox gözəl bir insan imiş. Mən heç tanımırdım bu işə qoşulanda. Sonra araşdırdım. Sonra bu barədə daha mən ətraflı danışa bilərəm sizə daha sonra, əgər sizə də maraqlı olarsa. Yəni şirkətin rəhbərliyi də çox yaxşı insandır. Çox gözəl iş sistemi qurublar. Tutaq ki, öz tərzinizdə qarşı tərəf tutaq ki, siz sırf iş görüşməsinə getmişsiniz və yaxud da ki, heç iş görüşməsinə getməmişsiniz. Əvvəlcə o insana təklif eləyirsiniz, dəvət eləyirsiniz ki, filan kəs, mən sənə bir şey var, bir iş var. Bunu danışmaq istəyirəm, bu barədə məlumat istəyirəm. Nə vaxt boş vaxtın var, bir söhbət edək. Hansı gün boş olarsan? 2-ci gün, yoxsa 5-ci gün? Əsasən bu taktikadan istifadə eləyirlər. Bunu Batman var şeydə YouTube-dan baxmışdım. Deyir ki, ona deməyin ki, sənin hansı gün vaxtın var? Siz ona deyin ki, qarşı tərəfə deyin ki, sənin 5-ci gün yoxsa 3-cü gün vaxtın ola bilər. Hansı gün vaxtın var? Onda o məcburdur ki, 2 gündən birini seçsin. Tutaq ki, biz görüşək, mən də gələ bilərəm. Səndən bir söhbətim var, səndən bir işim var. Getmişsiniz təqdimata. Ümumiyyətlə, o qarşı tərəfdən asılı olaraq təqdimat eləməlisiniz. Tutaq ki, o bir ev xanımıdır. Ona lazım deyil, ay şirkət belə quruldu, ay belə oldu, ay bağ belə, bostan belə. O heç bilmirsən nə də danışırsan. Onun məlumatı yoxdur bundan ümumiyyətlə. Siz onu loru dildə başa salmalısınız ki, burada iş prinsipi bu şəkildədir. Bu şəkildə sən bu işi görə bilərsən və gəlir sistemi belədir, bu formadadır. Ümumiyyətlə, görürsünüz ki, tutaq ki, bu insan ev xanımıdır. Birdən-birə onun beynini doldurmaq da düzgün deyil. Birdən-birə bütün məlumatları onun insanın beyninə yükləmək də düzgün deyil də. Çünki həmən insan istər avtomatik fikirləşəcək, ev xanımıdır, tutaq ki, evdə bütün günü yeməklə, mən də ev xanımlığından gəlmişəm bu işə. Yəni bizim dərdimiz nə olur? Ancaq evin içində qayğılarımız, yeməyi bişirim, uşağa baxım, belə-belə şeylər. Bildiyimizi də unutmuşuq. Yəni beyin ancaq ona odaqlanıb ki, mən yəni paltarları yumalıyam, evi yığışdırmalıyam. Sən birdən-birə gəlib ona
lazım deyil, yəni dastan danışmaq, onun da beynini yormaq. Sadəcə olaraq ona qısa yoldan pul qazanacağını tutaq ki, başa salmalısan. Məhsul haqqında məlumat verməlisən. Məhsullar bax budur, məhsullar bu qədər keyfiyyətli məhsullardır. Bunlar elə belə məhsullar deyil. Tutaq ki, hətta onlar çox belə qəliz şeylər, məsələn, terminlərdən çox istifadə eləmək lazım deyil. Həmən insan hürkə bilər ki, bu nədir, bu necə çətin işdir, mən bu işi bacarmaram da, tutaq ki. Etirazlarla ünsiyyət bacarığı. Etirazlara qarşı çıxma, dinlə və anlayış. Hə, etirazlara qarşı çıxma, dinlə və anlayış göstər. Qarşı tərəf sənə etiraz eləyir. Tutaq ki, bax mən öz səhvlərimdən deyim sizə. Tutaq ki, kimsə mənə etiraz eləyir. Mən bilirəm ki, yəni onun o etirazı mənasız bir şeydir. Boş-boşuna eləyir o etirazı. İstər-istəməz insan özündən çıxır ki, ay insan, axı belədir, budur. Bunu ərk elədiyiniz insana eləyə bilərsiniz. Baxır kimi eləyə bilərsiniz. Amma hər insana aşırı təpki göstərmək olmaz. Çalışmalısınız ki, anlayış göstərəsiniz. Həmən insan, yəni negativ almasın, tutaq ki. Haqlısan, başa düşürəm səni, ancaq bəs yaxşı, tamam, sən anlayıram səni, anlayıram. Məsələn, tutaq ki, etiraz edirsən sənə ki, mənim çevrəm yoxdur, axı mənim çevrəm yoxdur, mən bu işi necə görüm? Cavab verirsiniz, anlayıram səni, tamam, yaxşı, anladım. İndi, ay gözəl insan, gəl sənə bir sual verim. Hə, nə sual? O maraqlanır. Nə sualı? Maraqlı gəlir onun üçün. Bax, tutaq ki, oğlunu evləndirirsən, düzdür? Deyir ki, hə, evləndirirəm. Oğlunu evləndirəndə neçə nəfəri toyuna dəvətnamə yazardın? Bir gözəl sual verdim sənə. Nə bilim, yazardım da, yəqin ki, bir 50 nəfər, 100 nəfər yazardım da, düzdür? Belə cavab verəcəkdi. Yəni, bugün Azərbaycanda kim uşağına toy eləyirsə, ən az aşağısı, ölüsü, balaca kampaniya eləsə, onun kampaniyasına bir 50 nəfər yığışacaq da. Toy eləyirsə, aşağısı 100 nəfər gələcək, düzdür? Ay, sağ ol. Bəs deyirsən, mənim çevrəm yoxdur. Buna çevrə lazım deyil. Birincisi, bu işə sən ona görə gəlirsən ki, çevrə edinəsən. Bu işin sayəsində sən çevrə edinəcəksən. Sənə sosial şəbəkədə çalışmağı öyrədəcəyik. Yox, o işlər mənlikdir. Ay qız, sənə elə gəlir. Vallah sənlikdir. Narahat olmayın. Mən sənə elə öyrədəcəm ki, sən bilmədiyin şeylər var da, sən bilmirsən. Mən sənə elə öyrədəcəm, heç özün də özünə məhəttəl qalacaqsan. Tutaq ki da, məsələn, uydururam özümdən. Amma, məsələn, aşırı dərəcədə mən ona təpki verə bilərdim ki, bəsdir də, sən də ki, niyə elə deyirsən? Meşədə yaşamırıq ki, Seravno meşədə yaşamırıq. Amma onu kobud şəkildə ona demək, aqressivləşmək, söhbət o etirazdan getmir. Bu tipdə etirazlar çoxdur. Pulum yoxdur. Ümumiyyətlə, bir insan bəhanə eləyirsə bu işə qarşı, əgər bu cür gözəl iş sisteminə qarşı həmən insan bəhanə eləyirsə, siz avtomatik olaraq iki səbəb var. Ya sən bu işi ona düzgün şəkildə ötürmədin, yəni o bu işi anlamadı. Ya o anlamadı, ya sən düzgün ötürmədin. Sən burada nəyin olduğunu ona göstərə bilmədin, başa sala bilmədin. Anladınızmı? Yəni kim sağlamlığına yox deyə bilər? Kim qazanca yox deyə bilər? Kim pul qazanmağa yox deyə bilər? Evdə oturduğu yerdə pul qazanmağa kim yox deyə bilər? Heç kim. Kim sağlamlıq məhsullarına, kim ersağın bu cür dəyərli məhsullarını dərk edən insan buna yox deyə bilər. Ona görə ki, o bilmir hələ burada nə var, nə yox. Bilmədiyinə görə də etiraz eləyir, bəhanə eləyir və başından eləməyə çalışır, uzaqlaşdırmağa çalışır. Cavab verməkdə Bağışlayın sözünüzü kəsirəm. Bəs biri desə ki, boş şeydir də, onda nə etmək lazımdır? Məsələn, biri deyir ki, boş şeydir. Belə eləyirik. Boş şeydir. Amma o boş şeydir deyəndə, o onsuz da zamanla İsraillər müdür, üzr istəyirəm. Olar mən deyim Aslana. Aslan bəy, Buyur. elə deyəndə, deyən ki, boş olduğunu mənə sübut elə. Deyirəm, düz deyirsən, boş şeydir. Amma mənə sübut elə ki, bu boş şeydir. O sənə heç nə deyə bilməyəcək. Sənə sübut eləyə bilməyəcək. Heç bir şeyi. Amma Bəli, bu da biz boş gözəl şey, cavabdır. bəli, boş şey olmadığını sübut eləyəcəksən sən. Sən sübut eləyəcəksən ki, bu boş şey deyil.
Buyurun Saliha, çox sağ olun. Bəli, bəli, bəli. Hı -hı. Cavab verməkdə tələsmə. Bu sual çox gözəldir. Mən əvvəllər mən də deyir əvvəllər bu sualı vermişdim deyir. Sən o qarşı tərəfə elə deyirsən də tutaq ki, o həmən insan sual verir sənə. Deyirsən ki, həmən insanda maraq yaradırsan da özünə qarşı. Axı bayaq nə dedim? Şirin dil ilanı da yuvasından çıxardar. Qarşı tərəflə düzgün ünsiyyət, gözəl münasibət. Deyir ki, sual verib tutaq ki, deyirsən və yaxud da hər hansısa bir etiraz. Deyirsən, bax bu mənim də başıma gəlmişdi. Əslində sən haqlısan, mən də sənin kimi idim. Tutaq ki, sən çox gözəl sual verdin əslində. Mən də əvvəllər bu sualı vermişdim. Mən də bu işə təzə başladığım zaman bu sualı vermişdim. Bu da ona xoş gəlir. Yəni ünsiyyət zamanı, bax doğru ünsiyyətdir da bu. Yəni sən onunla ünsiyyət qurduğun zaman bu cür taktiklardan istifadə eləməlisən. Bu özü məsələn nəyə bənzəyir? Bu o demək deyil ki, sən qarşı tərəfi aldadırsan və yaxud da nəsə yox. Adicə evinə gələn qonağa, o evinə gələn qonaqdan xoşun gəlməsə belə ona xoş gəlmisən demək adətdəndir də, düzdür yoxsa yox? Bunu da bu şəkildə düşünmək lazımdır. Yəni bu normadır. Norma kimi bunu qəbul etmək lazımdır. Düzgün ünsiyyət qaydasıdır bu. Yəni bunları bilmək mükəmməl bir şeydir. Bunlar gözəl bir şeydir ki, siz bunları bildiyiniz təqdirdə ümumiyyətlə qarşı tərəflə, ətraf mühitlə, insanlarla ünsiyyətiniz, münasibətiniz gözəlləşəcək. Gözəl olacaq və irəliyə dönük getdikcə daha da mükəmməlləşəcək və siz insanlarla düzgün ünsiyyət qurmağı öyrənəcəksiniz. Düzgün münasibət yaratmağı öyrənəcəksiniz və bu da sizin istər-istəməz işinizə yansıyacaq. Rol oyunu və praktik tapşırıq. Bu heç. Burada bir dənə də burada belə bir mesaj var. Bunu sizə oxumaq istəyirəm. İnsanlar sənin dediklərini unuda bilər, amma onlara necə hiss etdirdiyini heç vaxt unutmazlar. Bir Amerikalı yazar Maya Angelou adlı bir yazar var. Bu yazarın sözləridir bu sözlər. İnsanlar sənin dediklərini unuda bilər, amma onlara necə hiss etdirdiyini heç vaxt unutmazlar. Anladınız mı? Yəni danışdıqlarınızı unuda bilərlər. Siz nə danışmısınızsa danışmaq önəmli deyil. Yəni qarşı tərəfə emosiyalarınızı, hisslərinizi lazımi şəkildə ötürə bilmirsinizsə, siz sadəcə orada danışıqdan ibarət olacaq. Danışdınız, onun yadında da qalmıyor. Çoxsu yadında qalmayacaq sizin danışdığınız sözlərin. Amma siz onların dəyərli olduğunu, gözəl hiss etdirdiyinizi, bax doğru ünsiyyət budur, bax. Doğru münasibət, doğru ünsiyyət, gözəl münasibət, gözəl ünsiyyət, qarşı tərəfə ötürdüyünüz təəssürat, onlarla düzgün şəkildə, qarşı tərəflə düzgün şəkildə davrandığınız, gözəl hiss etdirdiyinizi onlar heç vaxt unuda bilməzlər. Doğrudan da məntiqlə götürsək, əslində elə doğrudan da belədir də. Yəni, özünüzdən götürün də, tutaq ki, iki insan bir-biri ilə söhbət eləyir, və həmən insanın hansısa bir xoş sözü sizin heç vaxt yadınızdan çıxmaz. Negativ sözü də yadınızdan çıxmayacaq. Amma o elə belə söhbət elədiniz, o da başını yellədi, yola verdi, ya da siz də onu yola verdiniz, başınızı yelləyərək yola verdiniz və yaxud da ki, orada emosional, yaxşı mənada heç bir münasibət, gözəl bir münasibət, doğru, gözəl bir ünsiyyət olmadısa da, o yadda qalmayacaq. O münasibət yadda qalmayacaq da ki, orada olan söhbətlər belə yadında qalmayacaq. İndi siz məni görüntülü də görürsünüz. Mən bayaq göstərə bilmirdim. Bax, belə əlini qoyuna qoyub durmaq. Görürsünüz məni? Bu yaxşı bir şey deyilmiş sən demə. Mən bunu əvvəllər bilmirdim. Mən insanlar arasında özümü itirirdim əvvəllər. Özümü itirirdim və əllərimi hara qoyacağımı belə qalırdım da, belə göstərə bilirəm. Və belə bilmirdim, əlimi hara qoyum, dala qoyum, qabaqdan tutum belə, necə eləyim. Özümü itirirdim də bir sözlə, özümü itirirdim. Və bilmirdim əllərimi hara qoyum, belə eləyirdim. O da mənə, yəni qarşı tərəfə
mənfi enerji ötürürəm. Qarşı tərəf mənim haqqımda yanlış fikir düşünə bilər və qapalı olduğumu göstərirəm həmən insana. Qapalı olduğumu göstər. Bu da yaxşı bir şey deyil. Rahat olmalıdır. Əllər sərbəst olmalıdır. Sərbəst şəkildə. Danışdığınız zaman bax belə bu cür aşırı dərəcədə yox. Yüngül hərəkətlərlə belə danışa bilərsiniz. Danışmalısınız insanlarla. Bax belə ki, hə, düzdür, odur, budur, belədir, elədir. Bax bu şəkildə. Ondan sonra məsələn seminar verir hər hansısa bir tutaq ki, insan fərq etməz. Orada əllərinin içərisi aşağı doğru belə tutub belə-belə danışırsa, belə-belə eləyirsə, o deməkdir ki, buraların böyüyü mənəm, burada avtoritet mənəm, burada önəmli şəxs mənəm, burada mənim sözüm keçir, mənəmlikdir, mən. Mən deməkdir bu. Bunun mənası budur. Əgər aşırı dərəcədə əllər bu şəkildə, əlin iç hissəsi aşağı baxırsa. Amma danışan lider, danışan insan əlini bu şəkildə tutubsa, əlinin içərisi çölə baxırsa, bu sizə açığam deməkdir. Yəni mən sizinlə varam, mən sizə açığam, mənə tərəf gələ bilərsiniz, mən sizə bütün yəni bildiklərimi verməyə hazıram. Mən sizə verməyə, yəni bildiklərimi sizə ötürməyə, yəni ki, necə deyim, əl açıq bir insan kimi də, yəni hər mövzuda əl açıqlığını göstərir tutaq ki, bu cür hərəkətlər Yəni eləmək. dəstəyəm. Bəli. Dəstəyəm, bəli, sizə dəstəyəm. Və əl görüşməsi zamanı da əllər bu şəkildə keçirsə, bu iş görüşməsində bu şəkildə görüşülməlidir. Qadınla kişi əl görüşəndə əllərin bu hissəsi ilə görüşürlər, bu şəkildə görüşürlər. Bu da o deməkdir ki, yəni sən naməhrəmsən, mən səndən görüşürəm, amma qadın kişi görüşməsi də başa düşdünüz nə demək istəyirəm? Yəni aşırı dərəcədə belə keçirdib belə eləmək düzgün deyil. Belə eləyirlər. Yəni bunu belə əslində qalanda düzgün deyil, yox. Bəziləri belə düşünürlər. Yəni bəzi insanların yanaşması budur, bu şəkildə düşünürlər. Ondan sonra yəqin ki, unutduğum bir şey qalmadı. Onlar boş şeydir. Əsas odur insan öz içini bilsin. Düzgünlüyünü bilsin. Onlar boş şeydir. Onsuz da salam verəndə əməlli salamlaşmalısan da. Amma vəziyyətə görə. Aslan, bunlar boş şey deyil. Networkda qaydalardır. Yox. İnsanları cəlb etməyin qaydalarıdır. Müdürümüz əgər zəhmət çəkib, əziyyət çəkib, bunları özü öyrənərək bizə ötürürsə, bunun heç biri də boş şey deyil. Yox, onu dedim. Əsas deyirəm, yəni davranış daha önəmlidir də, özünü bildirmək daha Elə bu önəmlidir. davranışdır, bəli, bu davranışdır. Bu davranışdır. Bu davranışdır. Bax, məsələn, ola bilər ki, siz hansısa iş görüşməsinə getmisiniz. Tutaq ki, Aslan, sən öz dostunla belə eləyirsən. Salam, brat, necəsən? Belə eləyirsən. Sən iş görüşməsinə gedib öz bratınla belə elədiyin kimi eləyə bilmərsən. Eləməməlisən. O səni qeyri-ciddi qarşılayacaq. Səni qeyri-ciddi qarşılayacaq, səni ümumiyyətlə, yəni yaxşı qarşılamayacaq həmən insan. Düzdür, yoxsa yox? Yəni bu belədir. Ona görə belə bunları bilmək lazımdır ki, məncə, mən düşünürəm ki, bunları bilmək lazımdır ki, Mən daha çox tanışlarla daha elə oluram. Lap tanımadıklarımla yox. Amma çoxdan tanıdıklarımla eləyəm. Lap tanımadıklarımdan yox. bəli, yəni də bəzi insanlar var ki, bunu bilmirlər axı. Sən bunu bilirsən. Bunlar əslində normalardır. Yəni olması gərəkən münasibət şeyləridir də, normalarıdır. Amma bunu bilməyən insanlar da var. Müsalə xanım düz vurğuladınız. Çünki mən Sevil xanımla danışanda, Sevil xanım üzvləri gətirəndə mən orada fikir vermişəm. Sevil xanım tam da sizi kimi danışır. Elə üzvləri gətirməli. Bizə başa salır ki, elə gətirməlisiniz üzvləri. Düzdür. Bəli. Bəli. Toplucasına davrananda insanlar gəlmir. Bəli. O ümumiyyətlə adicə bir incə bir nüans. Sizin bir səhv hərəkətiniz, Püstə xanım danışmaq istəyir deyəsən, Daşdəmirova xanım. Buyurun. Salam, bütün qrupu salamlayıram.
Xanım, sizin göstərdiyiniz hərəkətlərə el arasında bədən hərəkətləri deyirlər. Yəni Bəli, elə bəli. şey var ki, heç onu dillə demirsən, ancaq sənin bədəninin hərəkəti, üzvün mimikası, əlinin Bəli, hərəkəti bəli. sən demək istədiyini deyir sənə. Yəni Bəli, bildirir bəli. ki, bu adam nə demək istəyir. Yəni elə məqam olar, elə məclis olar ki, sən orada onun dillə kiməsə nəsə demək istəyirsən, ancaq istəməzsən ki, ətrafdakılar bilsin. Ancaq sənin adi bir mimikan, adi bir əl hərəkətin, adi bir işarəvi o demək istədiyin adam tutar ki, hə, sən nə demək istəyirsən. Bu bədən hərəkətləridir. Sizin dediyiniz qolları Bəli. belə tutmaq, əlləri belə tutmaq. Hə, bunu demək istəyirdim. Çox maraqlı söhbət eləyirsiniz. Təşəkkür edirəm Bəli. məlumat üçün. Hə, buyurun davam eləyin. Mən təşəkkür edirəm. Siz sağ olun. Kiminsə də əlavəsi varsa, kimsə sualları varsa, çətinlikləri varsa, mən də elə bilirəm nəyisə yenə unutdum. İnşallah unutduğum bir şey qalmadı. Hər şeyi danışdım. Həmişə mənə boş şeydir deyəndə mən qəşəng bir dənə söz deyirəm. Deyirəm ki, boş şey olsa cəmaət niyə o məhsullardan istifadə edir, könül rahatlığı ilə qida əlavəsindən istifadə edir. Söz tapırlar demək. Mən o dəqiqə elə olanda sərt şəkildə deyirəm. Deyirəm ki, boş olsa cəmaət niyə pulun xərcləyir ona? O da məntiqli sualdır, o da məntiqli sualdır. Amma o bəzi insanlar da var ki, Aslan, onlara boş şeydir deyirlər və sən onlara dinləmək belə istəmirlər. Həmən insanların öncə səni dinləməsi lazım ki, sən ona başa salasan. Bəzən o insanlara başa salmaq belə olmur. Yəni onlar boş şey deyib gedəcəklər, yəni heç vaxta başa sala bilməyəcəksən. Belə insanlar da var, təəssüflər olsun ki. Belə insanlara da baş qoşmaq lazım deyil. Yoluna baxmaq lazımdır. Doğru. Belə. Çox gözəl Çox sağ olun söhbət müdürüm. idi. Çox Seminar sağ idi. olun. Siz sağ olun. Əgər sualı olanlar yoxdursa, Bitirək. 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 Məncə də bitirək. Bəli. Qoy nə demişdiniz hamısı beynimizdə qalsın. Allah köməyiniz olsun Salih xanım. Çox sağ olun. Çox sağ olun. Ağzınıza, ürəyinizə sağlıq. Siz də sağ olun, siz də sağ olun. Yarasın inşallah. Çox sağ olun Vüsalə xanım. Haqqınızı halal eləyin, zamanınızı ayırdığınız bizlər üçün. Çox gözəl Xoşdur, seminar oldu. xoşdur. Təşəkkürlər edirik. Çox sağ olun. Çox sağ olun. Sağ olun, Xoşdur, təşəkkür xoşdur. edirik. Çox sağ olun. Sağ olun, mən də sizə. Öpürəm sizi. Gecəniz xeyir. Sağ olun. Xeyr olsun. Sağ olun.